Təsəvvür edin ki, bir küçə ilə hər gün səhər-səhər işə gedirsiniz. İlk gün gedəndə görürsünüz yolun nə bilim kənarında bir çat var, kiçik bir çat. Ondan sonraki gün o çatı görəndən sonra o yolun kənarında sonralar ona belə deyim də məhəl vermirsiniz. O çat gündən günə o başlayır biraz böyüməyə. Yenə də düşünürsünüz, heç nə olmaz, nə olası da. 6 ay keçir, 7 ay keçir, 1 il keçir, birdən yol çökür. Çökəndə hamı təəccüblənir. Deyir, bu yola nə oldu axı? Bu yol, belə deyim də, bu yolda elə böyük bir problem yox idi. Bu niyə birdən-birə çöktü? Hamı elə bilir ki, nəsə baş verib o yol çöküb. Yox. Əslində, yol həmin gün xarab o çökən gün xarab olmur. Azərbaycanda İlham Əliyev ölkəni totalitar rejimə çevirəndə xarab olmadı. Totalitar o vaxt olmadı İlham Əliyev. Azərbaycanın totalitarizmi çatı o siz birinci gördüyünüz gündən başlamışdı əslində. Tarix də göstərir ki, ədalət və yaxud da hansısa bir çöküş bir günün, bir gecənin içində baş vermir. Kiçik dəyişikliklərlə başlayır hər şey. Kiçik qərarlarla, kiçik dəyişikliklərlə və sizin kiçik güzəştlərinizdə ilk öncə Əliyev məcbur eləyir ki, siz kiçik güzəştlərə gedəsiniz. Kiçik güzəştlər. O kiçik güzəştlər illərlə böyüyür və bugünkü kimi bax, axırda bu çöküş, bu totalitarizm yaranır. Əslində totalitarizmin yaranması sizin ilk gündən o çatı görəndə ona sustuğunuz gündür. Totalitarizm əslində o zaman başlamışdı. Bugün artıq totalitarizm deyil. Bugün artıq nəticədir. Hökumət də başlayır. Hökumət görəndə ki, xalq güzəştə getmir. Niyə demokratik dövlətlərdə bu baş vermir? Çünki xalq güzəştə getmir. Anlada bildim mi? Amma insan beyni nəyi təsis edir? O çöküşü birdən görür, nəsə çöktü, deyir çöktü. Amma insan beyni yavaş-yavaş verilən dəyişikliklərə, edilən dəyişikliklərə uyğunlaşmağa başlayır. Çünki bugün biraz, sabah biraz, o birisi gün biraz. Misal üçün, bilmirəm indi yeridir və yaxud da yox. Siz uşağa baxırsınız. Siz hər gün öz övladınıza baxırsınız, onunla maraqlanırsınız. 6 ay keçir, 1 il keçir. Siz ondakı dəyişikliyi hiss eləmirsiniz. Çünki siz o uşaqla bir yerdəsiniz. Və yaxud onun o birisi valideyni haradansa gələndə onu salam əleykum. Haradansa gələndə o birisi valideyn onu görür o dəyişikliyi onda. Misal üçün Azərbaycandan da Rusiyaya falan gedirlər. Gələndə görür ki, atası görür ki, uşaq çox böyüyüb 6 ay ərzində, 3 ay ərzində. Amma anası onu hiss eləməmişdi. Baxın, bunu belə deyim, psixoloji olaraq yavaş-yavaş bizə anlada-anlada başa salırlar. Və hətta bir başqa qohum, babası, nənəsi 2 həftə, yəni 2 həftə keçəndən sonra da uşağın böyüdüyünü hiss edə bilir, uşağı görməyəndə. Hər gün sənin gördüyün dəyişiklik əslində görünmür. Dəyişiklik 6 aydan sonra, 1 ildən sonra o böyük çöküş başlayır, böyük çöküş. Nəsə birdən gum belədir, dağıldı nəsə. Hə, onda anlayırsan, boy sən, nə oldu ha burada? Hə, bir 6 ay bundan qabaq burada bir çat var idi. Da ora qayıtmaq artıq gec olur. Baxın, dövlət də belədir. Xalq da belədir. Güzəştə gedirlər. Güzəştə getdiyimiz üçün, kiçik bir şey güzəştə getdiyimiz üçün bu günə gəlmişik. O vaxtı İlham Əliyev hər hansısa bir kiçik cinayət törədəndə, kimisə naxaq yerdən həbs edəndə biz
xalq olaraq qalxsaydıq, haqqımızı tələb eləsəydik, kiçik bir hansısa fundamental insan hüquqlarının pozuntusuna ayağa qalxsaydıq, İlham Əliyev bu gün cürət edib heç bir şey eləyə bilməzdi. Yavaş-yavaş boğdu, yavaş-yavaş keçdi totalitar rejimə. İndi totalitarizmi qurub, ailəsi bir qrup şəxs tərəfindən idarə olunan bir ölkəyə çevirib ölkəni. Heç bir dövlət bir gündə qurulmur. Heç bir dövlət, heç bir cəmiyyət, heç nə bir gündə dəyişmir. Minlərlə kiçik qərarların milyonlarla insanın buna susmağından ortaya çıxır. Davranışının nəticəsidir. Tarix də bizə göstərir ki, dəyişən təkcə hökumətlər falan deyil. Cəmiyyətin özü də dəyişir. Cəmiyyət də dəyişir. İllər üstündən keçdikcə, onun üstündən balaca qərarlar keçdikcə, insanlar susduqca artıq cəmiyyətin özünün psixologiyası da dəyişir. Ona görə biz bu psixologiyamızı gələcəyin negativ tərəfə dəyişməz əngəlləməliyik. Gələcəyi qorumalıyıq. Bu gündən sonra baxın, əgər bu gün insanlar Azərbaycanda narazılıq edirsə, gələcəkdə buna yetməyəcək. Çünki buna daha çox adaptasiya olacaq.